Tamam əziz abituriyentlər, bu günləri qaldığımız yerdən davam edirik. 138-ci suala baxacağıq. Klaviaturadan daxil edilmiş n natural ədədinin n99-dan böyükdür. Rəqəmlərindən düzələ biləcək ən böyük ədədi çap edin. Yəni, müxtəlif rəqəmlərin düzüşündən, yəni böyüklük, kiçiklik qarşılıq bir ədəddən belə bir ən böyük ədədi düzəldəcək. Bunun üçün daxil olar Visual Studio. N bərabərdir input sayımızı daxil edirik. Sonra isə bir də qaydım. Rəqəmlərindən düzələ biləcək ən böyük ədəd. Ən böyük ədəd düzəltmək üçün demək biz birinci növbədə ədədimizi daxil edəcəyik. Tutalım ki, bu ədədə daxil edirik. Bu ədədə daxil edilmədən sonra biz bunu nə edəcəyik? Sətr tipinə çevirəcək. Ədəd daxil edilsə bunu sətr tipinə çevirəcək. Sətr tipindən sonra bunu listə çevirərik. Sonra azdan çoxa doğru düzərik. Bunun üçün də hansı metod var? Sort metodu var. Sort edəndən sonra bu azdan çoxa doğru düzülür. Sonra da reverse edirik ki, bu nə etsin? Çoxdan aza doğru düzülsün. Bu oldu nə? Siyahıda. Siyahını da biz sətrə çevirməkdən ötürü join funksiyasından, metodundan istifadə edirik. Sonra ədədə tam tipə çevirib çap etmiş olacaq. Gəlin indi bunu proqram şəklində birlikdə yazaq. Demək, ədədimizi daxil edirik. Tutalım ki, ədədim 4, 5, 1, 3, 7 və 9 yazıram. Belə bir ədəddir. Bu ədədi nədir? Artma ardıcılığıyla deyib düzəldir. N bərabərdir sətir n. Yəni, bu daxil etdiyim ədədi çevirirəm nə tipinə? Sətr tipinə. Sətr tipinə çevirəndən sonra bunu daxil edirəm, çevirirəm list tipinə. List n. List n. Bu oldu nədir? Siyahı tipində. Sonra bunu azdan çoxa doğru düzürəm. N, sort edirəm. Sonra isə həmin bu ifadəni reverse edirəm. Reverse edəndən sonra artıq azdan çoxa doğru düzülür və sonra çoxdan aza doğru düzüldü. İndi bunu gəlirik, join edirik. Siyahıdan sətrə çevirmiş olacaq. Join in. Listimizin adı n idi. Ondan sonra bu olacaq nə tipində? Sətr tipində. Ədəd tipinə çevirməkdən ötəri həmin ifadəni nə edirəm? Yenidən tam ədədə çevirəm. Print. Hətta bunu bu cürdə yaza bilərik. Biraz da qısaldaq. Print. Mütərəzzənin içərisində int. Yəni, bu formada da yazabilir. Çalıştıraq. Daxil 4, 1, 3, 7, 9. Baxırıq ki, ədədimiz nədir? Çoxdan aza doğru düzülür. Və yaxud da başqa 1, 2, 8, 7, 6, 3.
Bu formada da verəndə baxırıq ki, yenə də proqramımız nə oldu? İşlədi. Aha, keçirik növbəti sualımıza. Növbəti sualımıza deyir ki, klaviaturadan daxil edilmiş en sayda natural ədəddən hər hansı bir ədəd daxil edirik. Həmin ədədlərin daha doğrusu ədəddən ibarət siyahının en sayda natural ədəddən ibarət olan siyahının elementlərinin içərisində bir rəqəmini istifadə edildiyi ədədlərin sayını istəyir. Aha, tamam ki, en sayda bir ədəd daxil edəcəyik. Həmin ədədin en sayda. Tamam ki, en bərabərdir int input daxil edilir. Bu bizim dövrümüzün sayı üçündür. Burada bir dənə boş siyahı verəcəm. Tutalım ki, B boş siyahısı. Və həmin ədədləri daxil edəcəm bu siyahının içərisinə. Sonra həmin bu siyahıya bir müraciət edəcəm. Sayı birə bərabər olanları, yəni bir rəqəmi olanlar sayında bir rəqəmi olanları ne edeceğim? Sayın tapılmış olacaq. Gəlin də yenə də yazalım. En bərabərdir input. Bu bizim dövrümüz üçündür. Dövrümüz üçündür. Sonra bir dənə boş siyahı daxil edirəm. B bərabərdir. Boş bir siyahı. Sonra for in range istifadə edirəm və deyirəm ki, neyinə bu en qədər nədir? Ədədləri append elə bu B siyahısına. B nöqtə append eləsin. Int input hər hansı bir ədədləri B siyahısına əlavə etsin. Yəni biz B append'ı birbaşa int input etdik. İstəsəniz burada yuxarıda A bərabərdir tam int input eləyib sonra B'yə append edə bilərsiniz. Bu bizim dövrümüz. Yəni B siyahısına ədədləri əlavə etmək üçün. İndi yenidən bir dövr yaradırıq və həmin dövrdə B siyahısına bir müraciət edəcəm. Tam ki, bura hansı ədədləri daxil etmişəmsə, o ədədlərə bir müraciət edəcəm. For in B gəlirəm bu siyahıya bir müraciət edirəm. Və bura daxil etdiyim ədədlər nədir? Tam tipdədir. Ancaq mən də bilirəm ki, count sətir tipində işləyir. Ona görə də gəlirəm, daxil etdiyim nədir? Ədədi sətir tipinə çevirirəm. Tutalım, elə ilə yazıram. I bərabərdir. Sətir. I dəyişməsini mi? Elə dəyişənin adında özündür. Sətir tipinə çevirirəm. Gəlirəm, yenidən bir şərt qoyuram. Əgər i dəyişənində tam ki, burada 25 var idi. Həmin 25'i gəlib götürmüşəm. Deyirəm ki, i'dən count. Biz nə axtarırdıq? Bizə deyirdi ki, burada içində bir elementi bir rəqəminə istifadə olunması. Demək, mən dırnağın içərisində 1 yazacağım. Özdə bir dəqiqə bir rəqəmindən neçə dəfə istifadə olunsun? Bir rəqəminin istifadə edildiyi. Yəni bir dəfə də olar istifadə olunsun. Böyük bərabərdir. Böyük bərabərdir. Nə? 1. Yəni bir dəfə də istifadə olunsun. Çox da ola bilər, bir dəfə də ola bilər. Onda bunları neynəsin? Gəlsin, saysın. Saymaq üçün bir dənə başlanğıc verək buradan. Buradan da verə bilərik yuxarıda.
K bərabərdir 0. Gəlirəm, nə edirəm? K bərabərdir K plus 1. Və print nə edək? K. İndi çalışdıraq proqramımızı, yoxlayaq. Tutalım ki, 3 daxil edirəm, 3 dənə ədəd daxil edəcəm. Bir dəfə 45 verirəm, bir dəfə 12 verirəm, bir dəfə də 121 verirəm. Baxın, bir rəqəmini istifadə olunduğu 12-dir, bir də 121-dir. Sayı nəyə bərabər oldu? 2-yə bərabər olmuş oldu. Yenə də bir də deyirəm, ədəd bu, input, sayımızı daxil etmək üçün. Neçə dənə bura B siyahısına ədəd əlavə edəcəm. Birinci ədədlərimi əlavə edirəm. Ondan sonra bu ədədlərə bir-bir müraciət edirəm. Və axı mən birlərin sayı mənə lazımdır. Birin sayı da mənə lazım olduğuna görə mən onu həmin ədədə müraciət edəndə mən onu nə tiplə çevirəm? Sətir tipinə çevirmiş oluram. Keçək nəyə? Klaviaturadan daxil edilmiş sətirdə rəqəm simvollarını silərək çap edən proqramı Python dilində yazın. Yəni, rəqəmə rast gələndə həmin ifadəni silsin. Belə bir metodumuz var, isdigit. Yəni, rəqəm deyilsə, gəlsin onu çap eləsin. Və yaxud da rəqəmdirsə, onu çap eləsin. Mən bu ifadəni isdigit metodundan istifadə edərək yazacağım. Daha qısa olur onda. Və başqa bir metoddan da istifadə edəcəm. İndi metodla istifadə edib göstərəcəm. Bir də metodsuz istifadə edib göstərəcəm. Tutalım ki, rəqəm olsun, rəqəmlərimiz hansıdır? 0-dan 9-a ki, bunlara rast gələndə ötürsün olar. Cəmlənməsin. İndi gəlirəm, n bərabərdir input. Çünki deyirdi ki, burada nədir? Sətir. Belə bir sətir daxil edib. Belə bir sətir daxil edirik. Sonra gəlirik, bir-bir həmin sətrə müraciət edəcəm. For in n. Gəlirəm, həmin sətrə bir-bir müraciət edirəm. Sonra deyirəm ki, şərtdə əgər not i, yəni bu, burada i-ni götürürəm. Belə bir şey verək, kitabda olduğu kimi verirəm, istəyirsiniz. Və yaxud da heç vermirəm, kitabda olduğu kimi. S-də bir dəqiqə, burada bir dənə dersin. Buram. 2, 5, R, F, belə bir yazı yazdım. Gəlirəm, misal üçün, burada S-i götürürəm. S-i götürürəm, yəni bu nədir? I, S-ə bərabərdir. Gəl deyim, əgərləri rəqəm deyilsə, is, digit, rəqəm deyilsə, onda onu neyinə? Çap et. Çap et. İ'ni çap et. Yaxşı, bu i'ni çap eləsən alt-alta çıxacaq. Bir dənə end yazıram ki, bura və onu neynəsin? Yanaşı yazsın. Demək, gələcək bir-bir müraciət edəcək, əgərlər rəqəm deyilsə, yəni S rəqəm deyil. Gələcək print S-i çap edəcək. End sonda sıx dırnaq qoyuram ki, onu yanaşı yazsın və enter rolunu aşağı sətrə düşməsin. Çalışdıraq. Misal üçün, yukarıdakı S, D, 1, 2, 5, R, F, K, 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 1
bir de 8. Orada olduğunu ifade ediyorum. Gördüğünüz gibi rəqəmləri ne etdi? Sildi. Bu daha asandır və yığcamdır. Rəqəmləri görəndə neyini götürür. Aha. Yani bunu biz gelin başka cürde yazalım. Yani izli git metodu birden yadımızdan çıkarsa, biz onda neyniyeceğiz? Onda bile bir şey. En beraberliği input verdiğim input input eləyirik. Sonra bir dənə boş bir sətir daxil edirik. Sonra yenə də biz gəlirik, neyinirik? Həmin sətrə bir müraciət edirik. Bir müraciət edəndən sonra gəlib deyirəm ki, əgər i bir müraciət edirik. Məsəl üçün, buradakı s-ə bir müraciət edirəm. S kiçikdir dırnağın içərisində birdən və ya i böyükdürsə böyükdürsə dırnağın içərisində 9-dan, yəni bu aralıqda değilsə, onda neyinə? S bərabərdir boş sətrin üzərinə hər dəfə gəlginə nəyi? İynə. Print S. Yani burada rəqəm olmayacaq. Onda da ne diyecek? Hemen ifadeni atıyorum ve gördüğünüz gibi yine de programımız linkli işledi. Ancaq mənə elə gəlir ki, bu metod daha rahatdır. Bu rəqəmlərə görədir, bu isə metodlara görədir. Keçirik növbəti suala. 141-ci sualda. Klaviaturadan daxil edilen sətirdəki hər bir simvoldan yalnız birini götürməklə. Klaviaturadan daxil edilen sətirdəki. Hər bir simvoldan. Tutalım ki, bir simvol daxil etmişəm və bir sətir daxil etmişəm. Hər bir simvoldan. Tutalım ki, nə deyim, vətən. Vətən sözünü daxil etmişəm. L hərfindən bir dənə, ə hərfindən bir dənə, t hərfindən bir dənə ə-ni götürməsin, bir dənə n-ni götürsün. Belə bir şey. Belə bir proqram yaradacaq. Yəni, bunu həm sətirlə yazacağım, həm də siyahı tipi ilə yazacağım. Hərəsindən birini götürsün. Yine de gelirik en bərabərdir input. Çünkü bize dedi ki sətir daxil edin. Sətrimizi daxil edirik. Boş bir dənə nə verirəm? Sətir verirəm. Boş bir sətir verim. Sonra yenə də həmin sətrə müraciət edin. For in demək olar ki, gördüyünüz kimi mən hər dəfə n-dən s-dən istifadə edirəm. Siz istəsəniz başqa bir dəyişənlərdən də istifadə edə bilərsiniz. Yəni bu sərbəstdir. Sonra gəlib deyirəm, əgər bax,
bu S sətrində yoxdursa, çünki bizə deyir axı birin götürək. Birin götürəndə yəni bu S sətrində olmayacaq. Biz S'i ona görə vermişik ki, olmayanları cəmləsin. Ona görə deyirəm ki, əgər burada i bir müraciət etdiyimiz deyil, i not deyirəm, not. Nəyin içərisində olmasın? S'in içərisində olmasın. Əgər S'in içərisində yoxdursa, onda onu neynə? Print elə, yenə də bayaqki kimi. I, virgül, and, nədir? Bərabər, dırnağı boş qoyuram. Sonra da gəlirəm S bərabərdir, S, bunu belə yazmayayım printin altında. S bərabərdir, S plus I. İ'ləri çap eləyəcək. Əgərləri S'in içərisində yoxdursa, onları çap eləsin və yanaşı yazsın. Gəlin çalışdıraq baxalım. Tutaq ki 141. Aman. Gördüğünüz gibi B'nı çıkarttı, A'nı çıkarttı, N'nı çıkarttı. A'nın ne olur? Tekrar olur mu? İkinci sefer ve ten karesinden neydi? Birin götürmüş oldu. Aha. Bunu ikinci. Bunu biz sətirlə yazdık. Bir de bunu yazaq neyle? Siyahıyla. Yani de orada da təxminən eyni bir şey olacaq. En bərabərdir input. Bir dənə boş bir siyahı veririm. A bərabərdir boş siyahı. Bir de yine söz burada. A siyahısı daxil edirik. Sonra yenə bir dənə bir nedirik? Həmin sətrə müraciət edirəm. Müraciət edəndən sonra gəlib deyirəm əgərləri A-da sayı nəyin? İ'nin. Yəni yoxdur. Yoxdur nəyinə işarə edirik? Sıfırla işarə edirik. Bərabər edirik daha doğrusu. Əgərləri A-da yoxdursa, həmin elementdən, onda neyinə? A nöqtə append elə həmin İ'ni. İ'ni append elə. Gəlirik, bir də deyirəm. Tamam ki, burada bir dənə DS yazıram. Banan. Baxırıq. Bu banana B'ya bir müraciət elədi. Sayı A-da sıfıra bərabərdirsə, yəni yoxdur. Yoxdursa, nə ilə? Append elə. Həmin elementi və indi bu oldu bizim üçün siyahı tipində. Bəs bunu biz necə çevirək? B bərabərdir. Sıx dırnaq qoyuruq. Join edirik. Join nəyi? A siyahısı və print nə? B. Dediyim kimi, yəni bunu da printin içərisində birbaşa vermək olar. Yəni bunu bax bu formada. Bax bunu gətirib burada birbaşa vermək mümkündür. Gəlirik banan
Ha, burada B yazmışım beraber. Tamam. Yine de çap etdim. Hər kimi formata yazdım. Sətir tipi ilə və siyahı tipi ilə hər ikisi ilə yazmış oldum. Geçək 143-cü suala. Klaviaturadan arasında bir boşluk olarak daxil edilmiş cümledeki neçə sözdə ən azı bir dəfə es hərfindən istifadə olduğunu yazaq. Aha, gələk. Yenə də bir boşluq daxil edilmiş cümlədəki sözdə. Yenə sətir tipində en bərabərdir in, input, input. Sətir tipini daxil ettik. Üzrü sayın, buradan int yazmışam. Input daxil edirik. Aha. Sonra deyir ki, buradan need klaviatura ise bir boşluklar daxil etmiş cümləki neçə sözdə. Və mən sözlərin hər birinə bir-bir baxmaqdan ötəri. Mən tutalım ki, yazmışam. Aha. Yazmışam sus, sağ ol, sil. Misal üçün. Və bir boşluq qoymaqla daxil etmişəm. Bir-bir mən bu sözlərin özünə müraciət etməkdən ötəri mən bunu hissə çevirməliyəm və boşluğa görə nə edəcəm? Bunu böləcəm. Bunu da hansı metoddan istifadə edəcəm? Splitdən istifadə edəcəm. Splitdən istifadə edəcəm. Bunu boşluğa görə nə edəcəm? Böləcəm. Sonra bir-bir bu sözlərə müraciət edəcəm. Əyərləri, sayı birə bərabərsə və yaxud da sıfırdan böyükdürsə, onların sayını nəsil çap etmiş olsun. Aha. Ona görə də gəlir bura split siyahıya çevirməkdən ötürü. Müraciət etdik. Ondan sonra say üçün bir dənə k bərabərdir 0 daxil edirəm. Sonra bir-bir həmin nədir? Listə müraciət edirəm. For in m. Listə bir-bir müraciət edirəm. Sonra deyirəm, əgər i burada nə tutalım ki, sus, söz, sil. Misal üçün. Belə bir sözlər yazmışam və sus sözlə bir-bir müraciət edəcək. Gəlib deyəcəm ki, əgərləri i susdur. I nöqtə count saysın. Nəyi saysın deyir? S'i saysın. S ya böyükdür götürürəm ya da bərabərdir 1'ə. Say sıfırdan böyük olsun və yaxud da 1'ə bərabər olsun. Çünki bizə deyir ki, bir dənə də olsa nə etsin? Onları saysın. K bərabərdir. K plus 1. Print nə? K. Print K. Gel bakalım. Sus, söz, sil. Bir de göz yazı. Niye göre 2'den oldu?
Hə, çünki mən deyirəm ki, esse birə bərabər olsun. Birə bərabər olanda olmaz. Çünki burada bir dənə də burada bir, ancaq burada yox. Onda böyük bərabərdir sıfır yazıram. Böyüktür sıfır, daha bərabər yox, böyüktür sıfır. Bir də çalışdırın bunu. Sus, sil, sil, neydi? Söz, göz. Evet, üç tane. Çünkü bire beraber olanda silde birdendir, sözde birden. Onu gösteriyor. Ancak sus olanda yok. Büyük beraberdi. Bir koysam sus, sil, söz, ses, kal. Misal için böyle yoklamak için göz. Dört tane. Ve birden çok olanlarda saymalı ters sadece bakmak istedim. Ancak bize dedi ki birden olsun. Ona göre nedir? Sıfırına tamamlamış olur. Əziz şagirdlər, abituriyentlər, bugünlük bu qədər. Kanalımıza abunə olmağı və like etməyi unutmayın.